Mövzumuz adlanır mətnlərin emalı. Bu bizim 8-ci bölməmizdir. Əvvəlcə vacib bir məsələni qeyd etmək istəyirəm. Deməli, mətnlərin emalı, yəni Word proqramı ilə bağlı burada danışacağıq. Orta məktəb kitablarında bu mövzu çox qısa bir şəkildə verilib. Ona görə də biz kitablarda nə varsa onu öyrənirik. Məqsədimiz imtahanda sizin yüksək nəticə əldə etməyinizdir. İlk olaraq mən bir giriş edəcəm. Word nə işə yarayır və s. onsuz da bildiyiniz bir şeydir. Word normalda mətnlər üzərində işləməkdən ötürü bir proqramdır. Yəni siz burada yazılar yazırsınız, müəyyən cədvəllər qura bilərsiniz, şəkillər üzərində kiçik də olsa dəyişikliklər və s. apara bilərsiniz. Bunun üçün nəzərdə tutulmuş bir proqramdır. Sənədlərlə iş qısa formada belə deyə bilərik. Mətnlər yazmaq, onları redaktə etmək, formatlaşdırmaq. Biraz daha böyük işlər görə bilərsiniz. Məsələn, kitabların hazırlanması və s. üçün də Word istifadə olunur. Əgər biz proqramı işə salmaq istəyiriksə, bunun bir neçə yolu var. Bu Word-ə də, Excel-ə də, digər bir çox proqramlara da aiddir. Məsələn, əgər Word proqramının ikonunu kompüterimizin ekranında yerləşdirmişsinizsə, baxın, məsələn, Google Chrome-u görürsünüz burada. Google Chrome-un ikonu burada var. Necə ki, bu Chrome-u açmaq üçün bura klikləyə bilərəm. Word-ün ikonunu da bura qoysaz, eyni formatda Word-ün ikonunun üzərinə klikləyə bilərik. Amma bəzən qarışdırırlar. Baxın, uşaqlar, bu Word faylıdır, Word proqramı deyil. Proqramların üstündə bu gördüyünüz ox işarəsi, qısa yol işarəsi olur. Proqram ikonlarının üzərində, ekranda əgər onları yerləşdirmişsinizsə. Siz hər hansı bir Word faylının üzərinə klikləməklə də yenə Word proqramını işə sala bilərsiniz. Və ya startdan gəlib proqramlara baxırsınız. Word baxın, burada var. Üstünə klikləyib Word-ü aça bilərsiniz. Yəni, müxtəlif yollarınız var və ya search bölməsindən, axtarış bölməsindən Word-ü axtarıb tapa bilərsiniz. İndi, buradan startdan mən Word proqramını işə salıram. Versiyadan asılı olaraq biraz fərqli görüntü ola bilər. Sol tərəfdə blank document yazılan bir hissə var, yəni boş bir sənəd yaratmaq. Müxtəlif şablonlar və s. var. Orta məktəbdə bunlardan danışılmır deyə mən də danışmayacağam. Blank document, boş bir sənəd deyib açırıq və bunu tam ekran böyüdək. Baxın, sizi standartda belə bir şey, belə bir boş pəncərə qarşılayır. Yuxarı hissədə gördüyünüz bu bölmə, bu olmayacaq. Köhnə versiyalarda olmayacaq. Orta məktəbdə belə bir şey haqqında yazılmayıb. Bu süni intellekt dəstəyidir, bilirsiniz. Hal-hazırda bir çox proqramlara süni intellekt dəstəyi əlavə edirlər. Bu da ondan bağlı bir şeydir. Yəni bizə çox lazım deyil, amma məsələn, gəlin bir dənə qısa bir şey yoxlayaq, görək necə işləyəcək. Bakı haqqında yaz dedim, göndərdim. Sağ tərəfdə Copilot düyməsi və s. var. Belə başladı Bakı haqqında yazmağa, amma sanat və kültür türk dilində yazır. Nəysə, bu bizə onsuz da lazım olan bir şey deyil. Elə bir mətn olsun üzərində işləməkdən ötürü. Bu mənə maraqlı gəldi. Bunu eləyək görək, bu normal şəkildə işləyəcəkmi? Bakı Xəzərinin incisi, düzəldi. Nəysə uşaqlar, bu sadəcə maraqlı bir məlumat olaraq yadda saxlaya biləcəyiniz bir şeydir. Belə, indi keçək əsas məsələlərə. Deməli, bir fayl açdıq. Faylımızın üzərində tutaq ki, işlədik. Yavaş-yavaş keçirik artıq tam olaraq proqrama. Bu faylı yaddaşa vermək istəyirik, save eləmək istəyirik. Bundan ötürü pəncərənin sol yuxarı tərəfində, qoy bunu aşağı yığaq. Baxın burada save düyməsi var. Üstünə gəlirəm, Ctrl-S qısa yolda çıxır. Yəni klaviaturadan Ctrl-S, save-in sığısı vura bilərsiniz və ya buradakı save düyməsini vurub bunu yadda saxlaya bilərsiniz. Yaxud da, baxın sol tərəfdə bir menyu var, fayl menyusu, fayl tabı. Bunun üzərinə klikləyib, buradan gəlib save deyə bilərsiniz. Və bundan sonra bir pəncərə açılacaq, ora ad yazacaqsınız və s. Faylı yadda saxlayacaqsınız. Bu belə, bu sənədin save olunması ilə bağlı. Başqa bir məsələ, yenə orta məktəb kitabında qeyd olunan yeni bir fayl yaratmaq, yeni sənəd yaratmaq. Bu nədir? Tutaq ki, bu sənəd, bu fayl üzərində işlədik, işimizi bitirdik. İndi tamamilə sıfırdan yeni bir sənədə keçmək istəyirik. Bunu necə eləyəcəm? Bundan ötürü Ctrl və N düymələrini vururuq. New-nun N-sı. Və baxın, köhnə sənədimiz öz yerində qalıb. Biz yeni bir sənəd açmış olduq. Və bir dənə də vacib məsələ, bu yeni yaratdığımız sənədin digər pəncərələri aşağı yığdım. Adına baxası olsaz, baxın, burada ad yazılır, Document 3 və Word yazılıb. Siz ard-ardı sənədlər açanda, yeni sənədlər, bu Document 1, 2, 3 belə nömrələyir bunları. Word proqramımızın adı Document 1, 2, 3 nə olur olsun. Bu da bizim faylımıza şərti olaraq verilmiş ilkin addır. Təbii ki, daha sonra bunu bağlayıram. Daha sonra siz faylı yaddaşa verəndə, məsələn, bu faylın
adı EHM-dir, elektron hesablama maşınlarının qısaltması. İstənilən bir adı özünüz təyin eləyə bilirsiniz. Və bu süni intellektə yazdırdığımız faili də bağlayıram. Bağlayanda məndən soruşur ki, faili yadda saxlayayım yoxsa yox. Windows'dan yəqin xatırlayırsınız. Bunlar dialoq pəncərələri adlanır. Bizlə danışan pəncərələrdir. Sizdən nəsə soruşur və belə cavab variantları çıxırsa, bunu yadda saxlayın. Bu pəncərələrə deyirik dialoq pəncərələri. Don't save dedim, yəni yadda saxlamasın və bu fail üzərində artıq bundan sonra işləyəcəyik. Deməli, proqramın işə salınmasından danışdıq, yeni sənəd yaratmaqdan danışdıq, sənədi yadda saxlamaqdan danışdıq, sənədlərin redaksiyası və sənədlərin formatlaşdırılmasından danışacağıq. Amma ən önəmli məsələ, baxın, mətnlərin məzmun və mənasının dəyişdirilməsi adlanır redaksiya. Bu tərifi mütləq yadda saxlayırsınız, çox önəmlidir. Nə deməkdir? Baxırsınız, burada hər hansı bir cümlə xoşunuza gəlmir, onu dəyişdirirsiniz və ya hər hansı bir sözü silirsiniz və ya hər hansı yeni bir söz bura əlavə edirsiniz. Bu adlanır sənədin redaksiya olunması. Redaksiya zamanı mətnin məzmunu, mənası dəyişir. Bir də var, aşağı tərəfdə var, baxın, formatlaşdırma. Formatlaşdırma isə forma sözündən yadda saxlayın, xarici görünüşün dəyişdirilməsi anlamına gəlir. Nədir bu? Məsələn, buradakı sözü görürsünüz, seçdim, tutaq ki, qırmızı yazdım. Və ya burada götürdüm abzası, qeyd elədim, gəldim, bunu qırmızı rəngdə yazdım. Bax, bu zaman, yəni cümlələr eyni cümlələrdir, sözlər eyni sözlərdir, məna eyni mənadır. Dəyişən məna, məzmun baxımından heç bir şey yoxdur. Nə dəyişdi? Xarici görünüş. Əgər bu tip əməliyyatlar aparırsınızsa, məna öz yerində qalırsa, sözlər, hər şey öz yerində qalırsa, buna deyəcək formatlaşdırma. Xarici görünüş dəyişir, yəni. Yaz, poz əməliyyatları isə adlanır redaksiya. Təriflərə xüsusi diqqət edin. Və gəlirik mətn sənədləri üzərində işləyən zaman kursor və klaviatura düymələrindən istifadə qaydalarına. İlk öncə sadə əməliyyatlarla başlayırıq, ox, klavişləri. Biraz miqyası artırıram. Kontrol və mouse'un kontrol düyməsini sıxıb mouse'un təkərini fırlatmaqla miqyası belə dəyişdirə bilərsiniz. Bundan sonra kursoru hər hansı bir yerə qoyuram. Gəlin yuxarı abzasda göstərim. Bax, bu sözünün qarşısına qoyuram kursoru. Əgər klaviaturadan sağ ox düyməsini sıxsam, kursoru izləyin, hər dəfə bir simvol sağa, sol ox düyməsini sıxsam, hər dəfə bir simvol sola hərəkət eləyəcəm. Aşağı ox uyğun olaraq bir aşağıdakı sətrə, yuxarı ox da yuxarıdakı sətrə keçməyə imkan verir. Bunlar sadədir. Yəni, oxlar hansı istiqaməti göstərirsə, həmin istiqamətdə hərəkət edirik. Digər önəmli olan komandamız, düyməmiz home və end düymələridir. Yenə hər hansı bir sətir üzərində baxaq. Bu qeyd etdiyim sətirdə müxtəlif sözün qarşısına kursoru qoyuram. Burada bax, müxtəlifin qarşısındadır. Əgər mən klaviaturadan home düyməsini vursam, kursor gedəcək həmin sətrin lap başına. Elə home, ev, baş. Məntiqlə yadda saxlayın. Əgər klaviaturadan end düyməsini vursam, o zaman kursor gedəcək sətrin sonuna. Bunları praktika eləsiniz, daha yaxşı yadınızda qalacaq. Kimin kompüteri varsa praktika eləsin. Amma belə bir məsələ var, uşaqlar. Notebooklarda görə bilərsiniz ki, misal üçün eyni düymə üzərinə həm home, həm end yazılıb. Bu zaman funksiya FN düyməsi ilə işləyir. FN-dən bir yerdə bəzi düymələri vurmalısınız, yoxsa işləməyəcək. Yəni, indi baxın, klaviaturadan asılı olaraq bu dəyişən bir şeydir. Kompüterimizin növündən asılı olaraq dəyişən bir şeydir. Gördüyünüz alınmır, FN-dən yoxlayarsınız. Və delete-lə backspace. DIM informatika test toplusunu işləyəndə də görəcəksiniz ki, bunlarla bağlı həddindən artıq çox sual var. İndi bunları mən sizə praktiki olaraq göstərəcəm. Gedirəm sənədin ən sonuna bu hissəni siləcəm və delete-lə backspace-i burada sizə göstərəcəm. Necə eləyək? Bunu kopyalayıram. Bura yapışdırıram. Qeyd edirəm və biraz ölçüsünü artıracağım rahat görə bilməyimiz üçün. Bəli, delete sağ tərəf, backspace-də sol tərəfdə olan simvolları silir. İndi baxın, kursorun yerinə baxırıq. A hərfinin soluna, əvvəlinə, M hərfi ilə A hərfinin arasına kursoru yerləşdirdim. Əgər delete düyməsini vursam, hər dəfə sağ tərəfdə olan bir düymə silinir. Gördüyünüz kimi. Backspace düyməsini vursam, tərsinə sol tərəfdə olan bir düymə silinir. Baxın, yadda saxlayaq. Burada belə bir yanaşma var. Biz yazanda soldan sağa doğru yazırıq. Sağa doğru, soldan sağa doğru yazırıq. Backspace düyməsi isə yazma istiqamətinin əksinə sağdan sola doğru silir.
Yəni, məsələn, adi WhatsApp-da mesaj yazanda silmək üçün istifadə etdiyiniz düymə ilə backspace-in funksiyası eynidir. Burada da bir dənə vacib məsələ var uşaqlar. Testlərdə bəzən çaşdırmaq üçün bunu verirlər. İndi diqqət eləyin. Kursorun sağ tərəfində 3 dənə simvol var. Məsələn, deyir ki, hansısa bir söz verir, ifadə verir. Kursorun yerinə bizə deyir. Deyir ki, 2 dəfə backspace-i vurduq. 2 dəfə backspace, sol tərəfdəki 2 dənə simvol silindi. Və deyir ki, 5 dəfə də delete vurduq. Amma kursorun sağında 3 dənə simvol var. Baxın, delete 1, 2, 3, 4, 5. Bax, 2 dənəsi heç bir işə yaramadı. Bunu sadəcə çaşdırmaq üçün verirlər. Diqqətli olmalısınız. Yəni, 2 dənəsi heç bir işə yaramır. Backspace-də də eyni cür. Əgər yuxarıdakı mətin yoxdursa, mətndə sadəcə bu varsa, sənəddə sadəcə bu varsa, bu hərflər varsa, 1, 2, 3, 4, 5, onsuz da 5-ci də artıq hər şey silinmiş olur. Başqa, indi bizdə yuxarıda yazı var axı, başqa bir yazı yoxdursa, 6-cını, 7-cini vurmağımızın bir mənası olmayacaq. Bunu da yadda saxlayırsınız. Bu delete ilə backspace-də yoxlayarsınız. Dediyim kimi, backspace elə WhatsApp-da mesaj yazanda da silmək üçün istifadə etdiyiniz düymənin funksiyasını yerinə yetirir. Enter. Ən önəmli olan düymələrimizdən biridir. Testlər baxımından deyirəm, təbii ki. İndi baxın, bu Enter-i, bu qırmızı ilə qeyd elədiyim abzas üzərində göstərəcəm. Abzasın tərifi Azərbaycan dilində var da, yəqin ki, abzas bitmiş bir fikirdir. Böyük ehtimal ki, belə deyirlər. Baxın, tutaq ki, bu abzası yazmışam, bu bir abzasdır. Sonra baxıram, deyirəm ki, bax, bu 1624 yazılan hissə var. Burada təzə bir fikrə keçilir. Və deyirəm ki, bundan sonrası yeni bir abzas kimi olsa daha yaxşı olar. Kursoru bu 1624-ün əvvəlinə qoyuram və klaviaturadan Enter düyməsini vururam. Sizdən soruşa bilər, deyə bilər ki, bir abzası, 2 abzasa parçalamaq üçün hansı düymədən istifadə olunmalıdır? Enter. Amma təkcə bu deyil, uşaqlar. Belə təsəvvür edin, gedək ən axıra. Tutaq ki, bax, bu hissəni silirəm. Tutaq ki, biz yazmağa davam edirik. Kompüterin arxitekturası ilə abzası başlatdıq, yazdıq, gəldik, çatdıq bura və abzas bitdi. Abzasın bitdiyini bildirmək üçün nə edirik? Yenə Enter-ə vururuq. Yəni, Enter-ə vurmaq cari abzasın bitməsi və yeni abzasın başladığı anlamına gəlir. Ona görə bizdən soruşsa ki, bir abzası 2 abzasa parçalamaq üçün hansı düyməni sıxırıq? Cavab Enter. Abzasın bitdiyini göstərmək üçün hansı düyməni sıxırıq? Cavab Enter. Yeni abzasa başlamaq üçün hansı düyməni sıxırıq? Cavab Enter. Yəni, köhnə abzas bitdi və biz yeni abzasa keçdik mənasında. Bunların 3 dənə fərqli formada görünən bir sualdır, amma əslində hər üçünün də cavabı eynidir. Və davam edirik uşaqlar. Dediyim kimi, kimin kompüteri varsa bu göstərdiklərimi praktika eləsin. Caps Lock və Shift düymələri. Windows əməliyyat sistemi mövzusunda bu mövzuya toxunmuşuq. Baxın, kompüterlərdə orta məktəb kitablarında çox istifadə olunmasa da, belə bir anlayış var. Azərbaycanca susmaya görə deyirlər. İngiliscəsi default. Türklər necə deyirdi? Varsayılan deyirlər. Yəni, bəzi şeylər kompüterimizdə standart olaraq hansısa formada olur. Baxın, siz kompüteri yandırdınız. Heç nə eləmədən nəsə bir şey yazmağa başlasaz, kiçik hərflər yazılacaq. Amma klaviaturadan Caps Lock düyməsini yandırıb, bir dəfə üstünə vurursan, işığı yanır. Caps Lock-u aktivləşdirib yazmağa davam eləsəz, bu zaman böyük hərflər yazılmış olacaq. Yəni, böyük hərflər rejiminə keçmək istəyirsinizsə, Caps Lock düyməsindən istifadə edirsiniz, yandırırsınız onu, aktivləşdirirsiniz. Bir dəfə də vurub passivləşdirib yazsaz, yenə kiçik hərflər rejiminə keçmiş olacaqsınız. Deməli, əgər test bizdən soruşsa ki, böyük hərflərlə yazma rejimini aktivləşdirməkdən ötürü istifadə edəcəyimiz düymə hansıdır? Caps Lock. Shift deyil, Shift rejim dəyişmir. Elə o çaşdırıcı bir məqamdır. Elə dimdə çaşdırmaq üçün o Shift-dən Caps Lock-u qarışdırıb soruşur. Bizi yönləndirmək, çaşdırmaqdan ötürü. Shift sadəcə Caps Lock-un dediyi şeyi tərsinə çevirir. İndi baxın, hal-hazırda Caps Lock sönülüdür. Gördüyünüz kimi kiçik hərflər yazılır. Əgər mən Shift düyməsini sıxılı saxlayaraq, Shift sıxılı qalmaqla, ekranda yazılıb, baxın, Shift sıxılıdır. Hər hansı hərf yazsam nə olacaq? Böyük hərflər yazılacaq. Amma indi bunları silirəm və Caps Lock düyməsini yandırıram. Caps Lock düyməsi yanılıdır və bu zaman nə olur? Böyük hərflər rejimi aktivdir. Hərflər böyük yazılır. Shift ilə bir yerdə yazsam nə olacaq? Kiçik yazılacaq. Belə. Demək ki,
Shift-in funksiyası caps lock-u tərsinə çevirməkdir. Heç bir zaman shift-dən böyük hərf yazırıq demək olmaz. Heç bir zaman. Öz aramızda deyə bilərik. Kiməsə nəsə sadə bir şey başa salmaq istəyirsənsə deyə bilərsən. Amma test işləyiriksə, nəsə dərslə bağlı danışırıqsa, bu çox ciddi bir yanlışdır. Çox ciddi bir yanlışdır. Düzgünü nədir? Böyük hərflər rejiminə keçmək üçün caps lock düyməsini sıxırıq. Shift nə edir? Tərsinə edir. Caps lock-u inkar edir. Caps lock inkar edir. Caps lock yanlıdır, shift-i vursaq kiçik yazacaq. Caps lock sönülüdür, shift-i vursaq böyük yazacaq. Yəni rejimi dəyişən shift yox, caps lock-dur. Shift isə caps lock-u tərsinə çevirir, inkar edir. Çox önəmlidir uşaqlar, qarışdırmayaq. Dimdə də buna aid suallar var. Yəni imtahanda da qarşımıza çıxa bilər. Və spacebar bu adi boşluq buraxan düymədir. Bundan bağlı danışmayacağım. Tab biraz Word-də biraz daha geniş imkanlara malikdir. Amma orta məktəb kitablarında böyük boşluq buraxmaq kimi bunu veriblər. Elə o formada yadda saxlayın. Mən dərinə getməyəcəm. Word proqramında normalda yuxarı hissədə xəttkeş var. Bu xəttkeşlərin üzərində tabların yerlərini və s. təyin etmək olur ki, mən tabu vuranda məsələn bu 5-ci santimetrdən yazmağa başlasın və ya 7-dən yazmağa başlasın. Amma o qədər məlumat orta məktəb kitabında yoxdur. Sadəcə böyük boşluq. Belə yazıblar. Və gəlirik digər anlayışlarımıza. Burada gördükləriniz əsasən sənədlərin formatlaşdırılması ilə bağlı olan anlayışlardır. Yəni, bu xarici görünüşü dəyişmək üçün istifadə olunur. Və nə var burada? İlk olaraq shiftin ölçüsü və shiftin tipi var. 2 dənə gördüyünüz kimi anlayışımız var. Gedək yuxarı və burada bu qırmızı rəngdə olan abzası seçirəm. Bundan sonra əvvəlcə shiftin ölçüsünə baxaq. Baxın, burada 11 yazılıb. Bu hissəyə klikləyirəm və bundan sonra gördüyünüz kimi burada 8-dən 72-yə qədər müxtəlif ədədlər yazılıb. Bunların hər hansı birini seçə bilərsiniz ölçünü təyin eləməkdən ötürü. Yaxşı, bu 20 nədir? Millimetrdir, nədir, nə ölçü vahididir? Punkt, point, PT yazılır qısa şəkildə. Punkt, point, shiftin ölçü vahidi. 0,33-34 belə bir ölçüyə malik olan 0,35 təxmin olaraq belə bir ölçüyə malik olan bir ölçü vahididir. Yəni, yuvarlaq götürəsi olsaq 3 dənəsi təxminən 1 millimetr olur. Belə. Hal-hazırda ölçü 11-dir, 11 punktdur. Dediyim kimi, buradan artıra və ya tərsinə azalda bilərsiniz. Yaxşı, gəlin bunu biraz artıraq. Məsələn, 16 elədim, daha fərqi rahat görə biləsiniz deyə. Nəyin fərqini? Baxın, burada font adlanan bir bölmə var. Times New Roman yazılıb burada. Yəni, nə deməkdir? Şriftin adıdır. Bax, buradan müxtəlif kalibri və s. belə fərqli şrift tipləri. Yəni, hərflərin görünüşünü dəyişdiririk qısaca. Şriftlərin tiplərini dəyişdiririk. Bax, belə fərqli tiplər seçə bilərsiniz. Bu da şriftin tipi. Buradan elə baxıb ardıcıllığına gedək. Çıxıntılı və çıxıntısız şriftlər. Bunları mən sizə elə buranı, bu hissəni yaxınlaşdırıb göstərməyə çalışıram uşaqlar. Deməli, diqqətlə baxın. Burada ikinci hərf I hərfidir. Burada da ikinci hərf I hərfidir. Normalda siz Zoom'da ekranı yaxınlaşdıra bilirsiniz. Əgər yaxşı görsənmirsə, özünüz də biraz da yaxınlaşdırın. Mən maksimum bu qədər yaxınlaşdıra bilirəm. Buradakı I hərfinə baxın. Elə bir ki, yuxarı hissəsində bir çıxıntısı var. Sola doğru. Aşağı hissəsində çıxıntıları var. Bir də buna baxın. Tam bir düz xəttdir. Tam bir düz xətt. Heç nə yoxdur. Bax, bunu sadəcə vizual olaraq yadda saxlayın. Orta məktəb kitabında qeyd olunub. Çıxıntılı şriftlər, çıxıntısız şriftlər. Yəni, dərin bir sual düşən deyil. Maksimum hansısa bir belə bir yazı verib deyər ki, hansı tip şriftdir, deyəcəksiniz, çıxıntısız şriftdir. Burada isə sağından, solundan nəsə bəzəklər varsa, belə də deyə bilərik. Bunlara çıxıntılı şriftlər deyəcəyik. Və qalın kursiv, italik və altdan xətt ilə yazmaq önəmli olan düymələrdir. Bax, bu eramızdan əvvəl yazılan hissəni qeyd edirəm. Yuxarıda yanbayan dayanan 3 dənə düymə var. Bunların üzərinə gələndə klaviatura komandaları da çıxır. Bold, Ctrl-B, qalın yazmaq. Belə. I, italik, kursiv, əyri, çəpəki yazmaq. Gördüyünüz kimi. Və underline, Ctrl-U. Altdan xətt ilə
yazmaq. Bir dənə beləsi də var uşaqlarıma, orta məktəbdə yoxdur, bu önəmli deyil. Digər 3 dənəsini klaviatura qısa yolları ilə bir yerdə, elə klaviatura qısa yolları hərflərin özləridir. Ctrl-U, Ctrl-I, Ctrl-V. Yadda saxlayırıq. Və bir də bunlar, bu ikisi var orta məktəb kitabında. Bu X-in altında indeks, alt indeks olaraq yazıblar orta məktəb kitabında bunu. Bunu da üst indeks olaraq yazıblar. Bu ədədlər üzərində göstərin, bax. Məsələn, biraz mənasız olacaq, amma funksiyasını görəcəksiniz. Bax, 1452-də bu 52-ni qeyd edirəm. Bax, belə 52 düşür aşağı. Yəni, məsələn, x1, x2 yazanda istifadə edə bilərsiniz. Və ya normalda gəlib bu 2-ni qeyd edeyim indi, bunu göstərim. Məsələn, 145-in kvadratı kimi belə bir şeylər yazanda istifadə edə bilərsiniz. İngiliscə terminlər istifadə olunmur orta məktəb kitablarında. Elə Azərbaycanca yazıblar, alt indeks, üst indeks olaraq. Tərcümə edib yazıblar, bəli. Və görək sonra nə var bizdə? Şriftin rəngi və word art anlayışı var. Şriftin rəngini mən artıq bir neçə dəfə istifadə elədim. Bax, budur, bu A hərfi. Font color yazır üstünə gələndə. Buradan hər hansı bir rəng seçə bilərsiniz. Baxın, normalda avtomatikə qoyası olsanız, avtomatikdə qara rəngdir. Amma buradan daha fərqli qaranın tonlarını da, müxtəlif rəngləri də buradan seçə bilərsiniz. RGB sistemi əvvəlki dərslərdən yəqin ki, xatırlayırsınız. RGB sisteminə əsasən simvollar burada rənglendirilir. Elə avtomatikə keçək. Buradan da şriftin ölçüsündə bayaq kimi 11 eləyək. Belə. Və buradan bir dənə qaldı word art hissəsi. Word art. Bu art sözü ilə yadda saxlayın, incə sənət, belə tərcümə olunur Azərbaycan dilinə. Bu bəzəkli yazılar yazmaq üçün istifadə eləyəcəyimiz bir düymədir. Məsələn, bu 1830-u seçirəm. Bax, indiyə qədər baxdığımız düymələr, bu home lent tabı deyirlər buna. Orta məktəb kitablarında çox dərinliyinə getməyiblər uşaqlar. Ona görə bu lent tabı və s. belə şeylərdən danışmıram. Bu home lent tabıdır. Bu font dediyimiz bax, kənarlarda xətlər var. Lent qrupudur. Bunlarla bağlı orta məktəbdə məlumat yoxdur. Bunun yanında da insert var, əlavə etmək. Məntiqlə yadda saxlaya bilərsiniz. Bura gəlirsiniz, buradan sağ tərəfə doğru gələndə burada word art görəcəksiniz. Word art. Bunun üzərinə vurub burada müxtəlif stillər seçirsiniz. Bax, yazını belə fərqli görüntüyə çevirir. Orta məktəb kitabında belə bir ifadə işlədib. Dekorativ mətnlər yazmaq, dekorativ, bəzəkli yazılar yazmaq. Çox önəmli bir şey deyil. Yəni, orta məktəb kitabında çox az məlumat veriblər onsuz da. Buna bir ehtiyac da yox idi. Buna ehtiyac da yox idi. Home-da bu var. Effekt düyməsidir o. Bu ondan deyil. O başqadır. Effekt düyməsi buna müxtəlif effektlər verir. Elə bu yazı olaraq qalır. Bundan ümumiyyətlə işimiz yoxdur. Orta məktəbdə yoxdur. Word art isə onu ayrıca bir obyektə çevirir. Artıq bu mətnin içində olan bayaq kimi bir ifadə deyil yəni. Düymələrin görünüşləri, xarici görünüşləri eynidir. Amma tamamilə əlaqəsiz şeylərdir. Yəni, heç bir əlaqələri yoxdur. Bu da belə. Bunu yaddan çıxardın, bu yoxdur. Orta məktəbdə yoxdur. Yəni, imtahanı düşüb eləyən deyil. Bu, təkcə bu var. Word art. Sadəcə mesaj bölməsinə mesaj gəldi. Ona görə dedim bunu. Siz insert-da olan bu word art yadda saxlamalısınız. Digəri yoxdur orta məktəb kitabında. Onsuz da Word-ün köhnə versiyalarında da yox idi. Nəysə. Davam eləyək, proqramdan uzaqlaşmayaq. Şriftin rəngi və word art. Bu hissəni də bitirdik və gəldik çox önəmli olan hissəyə. Abzasların formatlaşdırılması. Burada abzasların düzləndirilməsi ilə bağlı 1, 2, 3, 4 dənə, baxın, hər birinin adı Azərbaycanca yazılıb orta məktəb kitablarında, mən ingiliscəsində yazmışam burada və klaviatura komandaları verilib. Mütləq şəkildə bunları yadda saxlamalısınız. Onsuz da asandır bunlar. Yenə gəlin elə belə eləyək də, bu abzası qeyd eləyək, elə rəngini də qırmızı eləyək ki, digərlərindən fərqlənsin. Hal-hazırda əgər diqqət eləyəsi olsaz, görərsiniz ki, bu abzas hər iki tərəfdən düz xətt üzrə qeyd olunub, göstərilib. Bax, bunu gəlin belə göstərim mən sizə. Bax, buradan da dümdüzdür, gördüyünüz kimi, buradan da eyni şəkildə. Hər iki tərəfdən düz. Və indi gəlin bunu seçək. Düzləndirmədən ötürü olan düymələrimiz home-dadır. Burada paragraf lent qrupu var. Bax, soldan birinciyə baxırıq. Left, Ctrl-L. Sola görə düzləndirmə. İndi baxın nə baş verdi. Sol tərəf
düz, sağ tərəf isə girintili çıxıntılı. Yəni söz harda bitdi, artıq növbəti söz sığışmırsa, keçir aşağı və aşağıdan davam edir bu formada. Ortada olan hərci qalsın. Gəldim 3-cü düyməyə. Ctrl-R, right. Sağa görə. Tərcümə ilə yadda saxlayın. Sağa görə düzləndirmə. Bu zamanda sağ tərəfi düz saxlamağa çalışır. Sol tərəfdə necə gəldi? Və kitablarda daha çox bundan istifadə edirlər. Ctrl-J. Hər iki tərəfə görə düzləndirmə. Hər iki tərəfə görə düzləndirmə üçün bu boşluqları çəkir biraz böyüdür. Baxın, normalda buna fikir verin. Bax, olan sözü görürsünüz. Olandan sonra, olan sözündən sonra burada kifayət qədər çox boşluq var. Amma mən hər iki tərəfə doğru düzləndir deyəndə gətirir olan sözün bura söyküyür və boşluqlara əgər diqqət edə bildirsə, bütün boşluqları böyüdür. Yəni hərfi böyüdə bilməz də, hərfi böyütsə hərf deformasiya olunacaq, çirkin bir şey alınacaq orada. Ona görə boşluqları böyüdür və belə bir görüntü əmələ gətirir. Bir dənəsinə baxmadıq, bu da Ctrl-E-dir, center, mərkəzdən yazmaq. Bu zaman sözü ortadan yazır və hər iki tərəf belə girintili, çıxıntılı formalarda olur. Deməli, bax, əgər left sola görə düzləndirmə deyirsə, sol tərəf düz xətt boyuncadır. Ctrl-R, right, sağa görə düzləndirmə deyirsə, sağ tərəf. Ctrl-J, tam düzləndirmə, orta məktəb kitablarında belə yazılıb. Tam düzləndirmə deyirsə, hər iki tərəfə görə düzləndirmə olur. Və bu da Ctrl-E. Məsələn, bir çox hallarda mövzunun başlığını ortadan yazmaq və s. kimi əməliyyatlar var. Bundan istifadə edirlər. Düzdür, bunun daha professional, daha yaxşı yolları var. Belə uşaqlar, burada düzləndirmələrdən də danışmış olduq. Sonra nə var bizdə? Sətirlər arası məsafə və abzasları nömrələmək var. Bu abzası seçirəm. Bu kənardakı xətlərə də artıq ehtiyacımız yoxdur. Onu silək. Və abzası seçdim. İndi baxın, burada düzləndirmələrin sağ tərəfində bir dənə düymə var. Line and paragraph spacing deyir. Sətirlər və abzaslar arası məsafə. Abzasla bağlı orta məktəb kitabında heç nə yoxdur. Sətirlər arası məsafədən danışır. Diqqət eləyəsi olsaz. Baxın, 1,15-dir hal-hazırda. 1,5, 2. Ədədi mən böyütdükcə avtomatik olaraq sətirlər arasındakı məsafə də artmış olur. Baxın, burada önəmli bir məsələ var. Bu abzas üçün şriftin ölçüsü 11 punktdur. Əgər mən buradan 2 seçirəmsə, bu nə edir? Bu ölçü nədir? 11. 11-i gedir 2-yə vurur. Nə alır? 22. 22 punkt məsafə buraxır burada. Yəni, elə bil ki, bu vuruqdur. K. Bu 11. 2 seçdim. 2 şriftin ölçüsü nə qədərdirsə, 2 o qədər də boşluq buraxır. Abzaslar arası məsafəni də buradan nizamlaya bilirsiniz, amma orta məktəb kitabında yoxdur. Ona görə bizə lazım deyil. Və sonraki anlayışımız abzasların nömrələnməsi ilə bağlıdır. Deməli, gəlin belə eləyək. Baxın, burada bir dənə enter vururam, bir dənə də burada enter vururam. Bu qırmızı ilə yazılan hissəni 3 dənə abzasa parçaladım. Bundan sonra bunları qeyd eləyirəm və yuxarı hissədə nömrələmə bənd işarələri var. Buna orta məktəb kitabında abzasların önünə işarə qoymaq, bənd işarələri belə adlandırıblar bu şəkildə. Bunu biraz aşağı fırladım ki, rahat görəsiniz. Bax belə. Müxtəlif işarələri əlavə edə bilirsiniz. Başqa işarələri özünüz də qoya bilirsiniz, amma dərinliyinə getməyəcəm. Bu nömrələmədir. Bir dənə bunun ingilis hissəsinə baxın. Numbering-dir. Burada bir dənə problemimiz var. Səhv yadımda qalmayıbsa, dövlət qulluğunda düşmüşdü. Belə bir şey düşmüşdü. Bax, belə ABC şəklində ardıcıllıq göstərmişdi və demişdi ki, hansı düymə vasitəsilə bunu edirlər. İmtahan verənlərin bəziləri fikirləşmişdi ki, bu sözün düymənin adında nömrələmə sözü var axı. Hərfləri görəndə fikirləşmişdilər ki, yəqin ki, bu olmaz da. Amma bu nömrələməni siz ardıcıllıq kimi məntiq olaraq başa düşün. Yəni, burada ABC-lər, 1, 2, 3-lər, Rum rəqəmləri, belə fərqli şeylər var. Kiçik hərflərin ABC-lər. Sadəcə bir ardıcıllıq formalaşdırmaqdır. Bir də burada 3-cü düyməmiz bu Azərbaycan dilinə çox səviyyəli siyahılar olaraq çevrilib. Multi-level list. Bu nədir? Qanunlarla bağlı nəsə bir şey yazanda böyük ehtimal ki, bu qarşınıza çıxmış olar. 1.1, 1.2, 1.3 belə bir şeylər yazırlar. Bax, həmin şeyləri yazmaqdan ötürüdür. Çox səviyyəli siyahılar. Bunu da belə ümumi yadda saxlayın. Buna onsuz da uyğun bir şey deyil. Gəlin belə eləyək. Buradan gələk. Bunu seçək. Bax, belə bir şey verdi. Buradan nəsə bir şey yazaq. Boşluq qoyub. Enteri vuranda bax 1.1.2 belə davam eləyir.
Bu şəkildə 1.3 belə davam edir. Bunun kimi bir şeydir. Təbii ki, 1 ilə başlasaydıq daha məntiqli olardı. Nəysə, özü şablon olaraq bunu verdi. Buranı təmizlədik və gedək ən yuxarı, baxaq görək növbədə nə var. Mətn redaktorunda cədvəllər. Uşaqlar, cədvəl haqqında ümumi məlumat var orta məktəb kitablarında. Mən cədvəllərin hardan əlavə olunması ilə bağlı sizə danışacağım. Bax, Home-dan gəlirik Insert-ə keçirik. Insert onsuz da əlavə et. Cədvəl əlavə etmək məntiqlə belə yadda saxlaya bilərsiniz. Table yazılıb burada gördüyünüz kimi. Bunun üzərinə vururuq. Insert table yazılan bir hissə var. Baxın, bu kvadratların üzərində aşağıya doğru hərəkət edəndə sətirlərin sayını. Neçə sətir oldu? 6 sətir. Sağa doğru hərəkət edəndə də sütunların sayını təyin edirsiniz. Hər hansı bir yerdə mouse'un sol düyməsini klikləməklə istədiyiniz ölçüdə cədvəli bura əlavə etməyiniz mümkündür. Bu sol tərəfdə olan 4 başlı, 4 istiqamətli ox kimi bir düymə var. Baxın, bunun üstünə vursanız bütün cədvəli seçir. Bundan sonra backspace düyməsi ilə cədvəli silmək olur. Təzədən bu backspace ilə cədvəli silmək zad yoxdur orta məktəbdə. Təzədən gəlirəm bura. Ola bilər ki, mən daha böyük bir cədvəl istəyirəm. Bax, burada məhdudiyyətlər var da. Diqqət eləyəsə olsa, sətirlər 6, sütunlar da belə 7-də qalır. O zaman bax, gəlib düşürsünüz aşağı. Burada insert table var. Bunun üzərinə vurursunuz. Eyni adlı bir pəncərə açılır. Table size bölməsində number of columns yerinə sütunların sayını, number of rows yerinə də sətirlərin sayını yazırsınız. Məsələn, 20 yazaq və OK düyməsini vurmaqla cədvəli əlavə eləmiş olursunuz. Uşaqlar, sətir, sütun, xana anlayışları var. Maksimum buradan nəsə bir şəkil qoyub, bura ədədlər yazıb soruşa bilər, neçə sətir var, neçə sütun olacaq cədvəldə və ya neçə xana olacaq, 5/20 ilə cavabı taparsınız. Maksimum belə bir şeylər düşə bilər. Sətir, sütun, xana anlayışları bunlar da onsuz da bildiyiniz şeylərdir. Cədvəllərlə bağlı bu qədər. Danışası şey çoxdur uşaqlar. Əvvəl dediyim kimi, misal üçün dövlət qulluqçuları da Word-dən imtahan verirlər, magistr olmaq istəyənlər də Word-dən imtahan verirlər. Mən əvvəl onlara təlimlər keçəndə, yəni az qala bir ay danışırdım Word-ilə bağlı. Amma sizdə o qədər çox material yoxdur. Orta məktəb kitabında az şey verilib. Sənədə obyektlərin əlavə edilməsi, şəkillər, fiqurlar, diaqramlar və düsturlar. Əvvəlcə şəkillərin əlavə edilməsi, sonra fiqurların əlavə edilməsinə baxacağıq. Deməli, yenə insert-dəyik, onsuz da əlavə et, elə məntiqlə yadda saxlayın. Burada illustration adında bir lent qrupumuz var və şəkil əlavə etməkdən ötürü burada düyməmiz var. Uşaqlar, bunun üzərinə vuranda this device, generate image var, stock image var, online pictures var. Bunların heç birisi lazım deyil. Onsuz da bu süni intellektlə yaratmaq və s. yeni şeylərdir. Stock image Word-ün öz bazasından şəkillərdir. Online internetdən axtarıb əlavə eləməkdir. This device-da from file idi köhnə versiyalarda, fayldan əlavə et. Bunun üstünə vurub, kompüterin yaddaşında olan hər hansı bir şəkli, əgər şəkil varsa, bura əlavə edə bilirsiniz. Bax, bunun kimi. Gəl, bunu biraz balacalaşdırım. Bax, belə bir şəkil əlavə elədik. Mouse'dan çəkib hər hansı bir yerə gətirmək olur, üzərində işləmək olur. Şəkli əlavə eləyəndən sonra şəklin kənarlarında belə və ortalarında düymələr var. Tutacaqlar yazıblar orta məktəb kitabında. Bu tutacaqlar vasitəsilə bunun ölçülərini dəyişməyiniz mümkündür. Yuxarı tərəfdəki çıxıntı vasitəsilə rotate döndərməyiniz mümkündür. Və backspace yaxud da delete düyməsi vasitəsilə şəkli silməyiniz mümkündür. Bu belə. Şəkillərdən danışdıq. Və fiqurların əlavə edilməsi, fiqurlar. Şəkillərin sağ tərəfinə baxası olsanız, burada shapes yazılan bir düymə var. Bunun üzərinə vurursunuz. Bax, riyaziyyat müəllimləri hansı testləri və s. yazanda daha çox bunlardan istifadə edir. Müxtəlif üçbucaq və s. fiqurların əlavə olunması. Buradan oval götürürəm, çəkirəm bu ovalı və hər dəfə fiquru əlavə eləyəndə və ya şəkli əlavə eləyəndə ona aid burada düymələr çıxır. Heç bir orta məktəb kitabında yoxdur uşaqlar. Bəlkə də fikirləşirsiniz, orada o qədər şey var, niyə danışmırıq? Kitabda yoxdur deyə danışmırıq. Yenə baxın, eyni şey gəldi. Buradan ölçüləri dəyişmək və s. bu şəkildə. Xəttlərdən tutanda yerini dəyişirəm uşaqlar. Ölçünü dəyişmək istəyirsiniz ancaq buradan. Bu tutacaqlar dediyimiz hissədən. Rotate yenə yuxarı hissədən tutub döndərə bilərsiniz. Belə. Bir dənə də şəkil əlavə eləyək. Bax, bunu və bunu ikisini seçib, qrup deyib, qruplaşdırma düyməsi, bu qrup düyməsi yuxarıda da var.
Qrup deyib bu ikisini birləşdirə bilərsiniz. Birləşdirəndə bunları bir qrup şəklində birləşdirir. Yəni bir obyekt kimi artıq bunların üzərində belə işləməyiniz mümkün olur. Və bunları da delete düyməsi ilə silirəm. Növbədə diaqramların əlavə edilməsi var. Diaqramlarla bağlı belə vacib bir məsələ var uşaqlar. Excel-də diaqramlar haqqında uzun-uzun danışacaq. Word-də də, Insert-də, Illustration-da burada chart adında bir düymə var gördüyünüz kimi. Diaqram əlavə etmək üçün düymədir. Amma Word diaqram əlavə edə bilmir. Yaxşı, niyə qoyublar bu düyməni bura? Baxın, proqramlar, ofis proqramları arasında əlaqə var. Microsoft firması proqramların birindəki obyektlərin digərindən istifadə edilməsinə imkan yaradır. Siz bunun üzərinə vuranda sizə belə bir pəncərə verir. Insert chart, belə bir, yəni diaqram əlavə elə. Məsələn, buradan bir dənə dairəvi diaqram seçib, buradan 3D görünüşü qəşəngdir, belə bir şey seçdim. Və OK düyməsini vuranda bu diaqram qura bilmədiyinə görə gedir, bax, üst tərəfdəki pəncərəyə baxın. Excel-i köməyə çağırır. Burada şablon olaraq bir dənə diaqram verib bizə, ədədlər verib. Misal üçün buna 10 dedim, buna 20 dedim. Aşağıdakı dilimlərə baxın. Buna 25 dedim, buna 15 dedim. Buna uyğun şəkildə avtomatik dilimləri dəyişdirdi. Buradan da adları dəyişdirə bilərsiniz. Məsələn, buna yanvar dedim, fevral dedim. Tutaq ki, aylar üzrə satış nəyinsə satış saylardır. Yanvar, fevral, mart, buna da aprel dedim. Belə. Və bundan sonra Excel-i X-i vurub bağlayırsınız. Diaqramımız da burada qalır. Excel-in gəlməsi, orada məlumat dəyişmək və s. olar. Bizə lazım olan şeylər deyirlər. Diaqramda yenə obyekt kimi delete və ya backspace düymələri vasitəsilə silə bilirsiniz. Əsas məsələ Word-də bu düymə vasitəsilə diaqram qurmaq olur. Bu düymə hardadır? Insert-dədir. Və salam, bu qədərini bilməyiniz yetərlidir. Diaqramın hissələri, elementləri və s. xüsusiyyətləri ilə bağlı Excel-i keçəndə ətraflı danışacaq. Diaqramların növləri, sütunlu diaqramlar, dairəvi xətti diaqramlar, onlar da Excel-də danışacaq. Düstur və simvolların əlavə edilməsi. Uşaqlar, tutaq ki, mən burada alfa yazmaq istəyirəm. Alfa. Amma klaviaturaya baxıram, klaviaturada alfa yazmaq üçün bir düymə tapmıram. Baxın, Insert-də ən sağ tərəfdə simvol deyilən bir hissə var. Burada aşağıdakı düymə üzərinə vururam, bu bucaq kimi olan hissənin. Baxın, beta var, bu müxtəlif simvollar var. Bax, alfanı buradan tapdım. Bunun üstünə vursam, alfanı yazır. Amma burada çox şey yoxdur. Bunlar mənim ən son istifadə edədiyim işarələrdir. Çıxıb dayanıblar burada. Bax, alfanı ən son istifadə edim, keçdi ən başa. Burada manatın işarəsi də var, gördüyünüz kimi. Yaxşı, axtardığım şeyi buradan da tapmasam, aşağıda more simvol var, baxın. Daha çox simvol. Bunun üzərinə vurursunuz, istəmədiyiniz qədər buradan simvol çıxacaq. Burada ASCII kodlaşdırma simvolu var. ASCII kodlaşdırması, yox, daha çox şey var. Daha çox şey var. Ya bu şey Unicode-a əsaslanır onsuz da, daha çox düymə var. Belə, bu da simvol. Və bir də simvolların yanında equation adlanan bir dənə düyməmiz var. Yenə riyaziyyat müəllimlərinin çox sevdiyi bir düymədir. Baxın, bu iki hissədən ibarətdir. Düyməyə fikir verin, yuxarı hissəsi, ortada bir dənə nazik xətt var. Yuxarı hissə ayrı, aşağı hissə ayrıdır. Bunun üstünə vurduq. Baxın, o sevdiyiniz trigonometriya və s. Sinus alfa plus beta, kosinus alfa plus beta düsturlar. Burada aşağıda office.com-dan daha çox düstur çəkə bilərsiniz. İnternetə bağlıdırsa əgər kompüteriniz. Belə. Yəni Microsoft firması bir çox düsturları belə hazır formada qoyub bura. Pifagordur, hə? Burada haradaydı? Gözümdən qaçdı. Hə, burada Pifagor. Yuxarıda A bərabərdir PR kvadratı. Dairənin sahəsi, hə? Araya görə A yazılır, biz S yazırıq, düzdür? Belə. Hazır düsturlar. Və özünüz yazmaq istəyirsinizsə, yuxarı tərəfdəki pilin üstünə vurursunuz. Pilin üstünə vurursunuz, burada riyaziyyatdakı müxtəlif işarələr, kəsir yazmaq, kök yazmaq, integral yazmaq və s. Buraları çox önəmli deyil. Əsas insert-də bu düymələr yanbayandır. Bunları yadda saxlayın. Və simvol klaviaturada olmayan müxtəlif işarələri əlavə edir. Equation-da düsturlar yazmaq üçündür. Düşə bilər imtihana. Hə, trigonometriyanı elə o vaxtdan bizim vaxtımızdan da heç kəs sevmirdi. Uşaqlar, axtarış və əvəzləmə. Bunu orta məktəb kitablarında belə ümumi məntiqini izah ediblər.
Mən Udemy-də də bunu göstərmişəm. Son baxacağımız anlayışlar bunlardır. Amma buradan yəni maksimum məntiqi bir şey gələ bilər. Hardan necə dəyişirik, nə edirik, bu tip bir sual gözləmirəm. Mətn daxilində axtarış. Təsəvvür edin ki, bu sənədimiz bax sadəcə 3 səhifədən ibarətdir. Kiçik bir sənəddir. Təsəvvür edin ki, bu 300 səhifədir. 300 səhifəlik sənədin içərisindən nəsə bir şey axtarırıq. Məsələn, bu Neyman. Bunu axtarırıq. Bu adamı axtarırıq. Görək bundan bağlı məlumat hardadır. Və heç bir məlumatımız yoxdur da səhifə neçədədir və s. O zaman nə edirsiniz? Qısa yoldan belə eləyək. Klaviaturadan Ctrl və F. Find-ın F-sı, tap. Ctrl F. Vurduq bunu və bu axtarış bölməsi çıxdı. Görürsünüz. Bura Neyman yazdıq. Deyir ki, 2 dənə yerdə yuxarıya baxın, 2 dənə resurs. 2 dənə yerdə Neymandan bağlı məlumat tapdım deyir. Üstünə vuranda birbaşa aparır səni həmin yerlərə. Da neçənci səhifədə olur olsun. Önəmli deyil. Bütün sənədi axtarır, sənin yazdığın tərifdir, termindir, sözdür, adam adıdır, nədirsə onu tapır, göstərir. Bu arada orta məktəb kitabında bu yoxdur. Dediyim kimi sadəcə məntiqini izah ediblər ki, nəsə bir şey axtarmaqdan ötürü find düyməsindən istifadə edirsən. Köhnə versiyalarda, bax sol tərəfdə açıldı da gördünüz, daha rahat bir şəkildə tapa bildik. Köhnə versiyalarda pəncərə bu home'un sağ tərəfindən açacağam. Burada find var və advanced find var. Bu üstdəki, bunun üstünə vursaz bayaq kimi açılacaq bu. X vuraq. Bax, köhnə versiyalarında Word-ün belə bir pəncərə kimi gəlirdi. Ortada dayanırdı və buradan find deyəndə gedib sizə tapırdı həmin sözü. Amma bir şeyin belə ortada dayanıb, mətnin üstünün, müəyyən bir hissəsinin üstünün bağlaması narahatdır da. Ona görə Word-ün yeni versiyalarında bunu sol tərəfdə panel kimi çox vaxt istifadə edirlər. Belə. Bir də indi bunu bağlayaq, qayıdaq ən yuxarı. Baxın, əvəzləməni izah edib bizə. Məsələn, belə bir şey göstərəcəm mən sizə. Gəlirəm bura, yenə buradan Advanced Find deyirəm. Bu pəncərənin ikinci tabına baxın, Replace. Uşaqlar, bu ikinci tab, üçüncü tab, nə bilim, nə belə şeylər sizə düşən deyil. Siz sadəcə mahiyyətini bilin ki, sənəddən hər hansı bir şeyi tapmaq istəyirəmsə, nə edəcəm? Ctrl F vuracam və ya Find komandası var bunun üçün. Yəni, bu addımlar və s. belə şeylər sizdən soruşan deyil. Məntiqini bilin. Yəni, belə bir şey var. Sənəddən çox, məsələn, səhifəli sənəddən hansısa bir tərifi, termini, nəysə bir şey tapmaq üçün nə edirik? Find-dan istifadə edirik. Və salam, bu qədər. Da o mərhələlər necədir və s. o önəmli deyil. İndi baxın, Replace-ə gəldim, əvəzləmək. Belə deyirəm, bura gəlirəm, Computer yazıram. Böyük hərflə olmasın. Computer yazdım. Bax, Find what, nə tapılsın deyir və Replace nə ilə əvəzlənsin. Computer sözlərini, məsələn, qısa yazmaq istəyirəm. Deyirəm ki, PC sözü ilə əvəzlə. Bax, bu da əvəzləməkdir. Replace hər hansı bir sözü, termini başqa bir sözlə, termindən, ifadəyə əvəzləmək üçün istifadə olunur. Bunun aşağısında bu düymələri əzbərləmək lazım deyil. Məntiqini bilin, kifayətdir. Bunun aşağısında Replace All düyməsi var, Replace düyməsi var, Find Next düyməsi var, Cancel düyməsi var. Cancel ləğv eləməkdən ötürüdür. Bax, Replace deyirəm. Gəlir burada kompüterlərə, PC-lərə olacağını dəyişdirsəm, kompüterlərə sözünü tapır. Mən gəlib buradan Replace deyirəm. Qaydaq yuxarı. Baxın, PC-lərə elədi. Düzdür, düzgün bir yanaşma deyil, tire və s. olmalıydı burada. Və o birisi növbət sözü burada, kompüterlərin. Tutaq ki, bunu dəyişmək istəmirəm. Onda Find Next deyib, o birisinə keçirəm. Replace deyirəm. Əgər Replace all desəm, sənəddə nə qədər kompüter sözü var, hamısını PC ilə dəyişəcək. Belə, vəssalam, son baxacağımız anlayış bu idi. Formatlama və redaktə etmə bayaq danışdığımız məsələdir. Mətnlərin xarici görünüşünün dəyişdirilməsi formatlaşdırma adlanır. Mətnin məna və məzmunun dəyişdirilməsi isə redaktə adlanır. Mövzunun dərsin girişində onsuz da bunlar haqqında danışmışdım. Baxın, uşaqlar, sonda bir dənə deyirəm, Word bundan ibarət deyil. Yəni, bunun tabları və s. hər obyekt əlavə eləyəndə təzə düymələr çıxır. Yəni, Word fantastik dərəcədə. Hətta bir ay belə davamlı danışsam, yenə də danışmayacaq. Nəsə qalacaq orada, yəni tam çatdırmaq mümkün deyil. Amma yenə təkrar bir də deyim, bizim məqsədimiz orta məktəb proqramına uyğun, orada olan məlumatları öyrənməkdir. Yəni, istədiyimiz odur ki, imtahanda Word-la bağlı çıxa biləcək hər şeyi yazasınız. Yəni, orta məktəb kitablarında bu qədərdir məlumatlar. Ona görə sadəcə bunları bilməyimiz yetərlidir. O qrup məsələsi var, position var, şəklin mövqeyini dəyişmək, qruplaşdırmaq, position mövqeyi. Məsələn, elə bir şeylər cümlələrlə zadından bir iki yerdə qeyd ediblər.
Onları da ingiliscə terminlərlə yadda saxlamağa çalışacaq. Yəni artıq onların da mahiyyətini bilmək lazımdır. Ən son göstərdiyim hissələr find və replace. Onlarda hardan eləmək lazımdır, mərhələlər necədir, onlar da lazım deyil. Sadəcə bilin ki, belə bir əməliyyat, belə bir funksiya var. Nə isə bir şey tapmaq üçün find istifadə edirik. Hər hansı bir ifadəni başqa bir ifadə ilə və ya sözü başqa bir sözlə dəyişmək üçün isə replace komandasından istifadə edirik. Və salam uşaqlar, Word-lə bağlı orta məktəb kitabında verilən məlumatlar elə bunlardan ibarət idi. Yəni imtahanlara düşmə ehtimalı olan anlayışlar elə bunlardır. Burada olanları mükəmməl səviyyədə, yüksək səviyyədə öyrənməlisiniz. Ondan sonra da Udemy-də olan testləri işləmək lazımdır. Həmişə olduğu kimi qruplara ev tapşırığını yazmışam, bilirsiniz onsuz da. Yeniləmişəm bu arada ev tapşırıqlarını. O yenilənmiş ev tapşırıqlarına uyğun hazırlaşın. Növbəti həftə orada yazdığım mövzularla bağlı yenə kodlarımız olacaq. Videonu saxlayım. Mövzunu artıq bitirmişik onsuz da. Video çox uzun olmasın.